Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir sual paylaşmışdım dünən. Bu sualın izahını vermək istədim. Baxın, sualda hər şey verilib də oxumuram ki, vaxt getməsin. Deyir ki, gəmidə 35 nəfər adam var oxşuyum. Bunun 4 nəfəri kapitan körpüsündədir. Bunlar yəni başda olduğu üçün ən axırda bunları xilas etmək olar da və gəmi batmaq üzrədir. Və gəmidən adamları daşımaq üçün bir qayıq var ki, o da qayığı sürənlə belə cəmi 7 nəfər adam götürə bilir. Qulam kişi nə edir? Başda adamları bir sahilə daşımağa. Və sahilə də gedib gəlməyə 11 dəqiqə vaxt lazım imiş. Gedib gəlməyə 11 dəqiqə vaxt lazım imiş. Burada baxın, birinci reysə Qulam özü ilə bir 7 nəfər, yəni özü gedib gəlir axı, deməli Qulam 6 nəfər aparır, gedib qayıtmağa 11 dəqiqə vaxt sərf olur. İkinci dəfə yenə 6 nəfər götürür, gedib qayıtmağa 11 dəqiqə. Həmçinin üçüncü dəfə də 6 dəqiqə vaxt sərf olur, gedib gəlməyə 11 dəqiqə. Dördüncü dəfə də 6 nəfər götürür, gedib qayıtmağa 11 dəqiqə vaxt sərf edir. Və deməli 4 dəfə gedib gəldi, düzdür? 11, 11, 4, 11, 44 dəqiqə vaxt sərf elədi. 44 dəqiqə ərzində bu nə qədər adam daşıdı? 4 nəfərdən 6, 24 nəfəri daşıdı, düzdür? 24 nəfər apardıqdan sonra 44-cü dəqiqə tamam oldu, yaxı artıq bir dəqiqəsi var. Bir dəqiqədə bir növbəti reys adamlar götürür. Nə qədər adam götürür? Özündən bir də 7 nəfər. Bayağı uzun saymırdı axı. 7 nəfər götürür və gedir sahilə. 24 o da 7 nə oldu? 31 nəfər adam götürə bilir. 31 nəfər apar daşıdı. Yerdə qalan 4 nəfər ki var idi kapitan körpüsündə. Qaynata, qaynanası və 2 qaynı dünyasını dəyişmiş olurlar.